Baxasın cəmaət, başlayır bu rəvayət. Başlayıram mən sözə, söhbət eləyim sizə. Danışım kəndə həyatın, vəziyyətin, cəmaatın. Dolanınır insan nə cür, gedir bu dövran nə cür. Məsələn Türkanında, mənim bu ünvanımda. Göy-göyərdi əkirlər, əziyyətini çəkirlər. Biraz olsa da çətin, əksəriyyəti millətin. Əkir şüyüd vəzəri, keşnişi həm kəvəri. Soğan sarımsaq da var, qırmızı turpaq da var. Məsəl üçün şüyüd özü, əla sağaldır bizi. Xeyirdir bağır sağa, artıq ətlərə yağa. Şüyüd yeyən bir insan, bilənmə çox güman. Var məsəl üçün, qaynadıb onu düzgün. Suyunu içərsən əgər, böyrəyi və xeyr edər. Aparır şişkinliyi, sevirəm düzgünlüyü. Ağ turpun elə özü, nə cür zavaldır bizi. Nə deyim axı mən yalan, özüm öskürən zaman. Eləyirəm istifadə, effektiv və sadə. Götürürsən turpu ağ, əlinə qəşəng bir bıçaq. Turpun için oyursan, bal ilə doldurursan. Balda yoxdursa əgər, eybi yox pesok gedər. Saxlayırsan bir iki gün, sərin yerdə və düzgün. Səhər valı don qabaq, durub yerindən qoçaq. Bir iki qurtum içirsən, sonra işinə gedirsən. Bir-iki günə çox güman, sağlam olar səndə can. Budur söhbətin düzü, misal üçün soğan özü. Gözümüzü sulandırır, ürək bulandırır. Biz onu yediğimiz zaman, həmindən bu həmin an. Deyimimdir neyniyir, beynə təsir eyləyir. Bağlı damarlar ki var, bir neçəsin soğan açar. Yaxşı işləyər beyin, yaddaş həmdəki zeyin. Artacaqdı səndə bil, ətri biraz xoş deyil. Qırmızı baş turp ki var, onsuz ekli nə yolar. Yemək mənə laqedir, özünü adama istədir. Var hələ dağ keşnişi, kimləsə yoxdur işi. Ətri gəlir uzaqdan, gedir adam əli ayaqdan. Dadı sərin nanəli, adamı eyləyir dəli. Boğazı sərinləşdirir, fikrini cəmləşdirir. Sağlam olmaq istəsən, gərək göyərti yiyəsən. Qışın oğlan çağında, peçin düz qırağında. Göqultabı bişirirsən, bişirə yeyirsən. Qatıqdakı bir kasa, qatıq əgər olmasa. Yoxdur qatığı ağlama, yassi metan yaxama. Kənd yeridir eybi yox, çalış ki yemiyəsən çox. Sonra ziyan etməsin, o yan bu yan etməsin. Göyərtinin xeyri var, bunu dedi sizə muhtar. Eşittin insan əgər, çalış canıma ver deyən. Can verilib bir dəfə. Beyin için baxın kəfə, dinləyənlər var olsun. Tanrı sizə yar olsun. Bitdi mənim söhbətim, sona çatır rəvayətim. Mən sahsiz səlamət.